İblis bədii əsəri ilə bağlı səbəb-nəticə əlaqəsində uyğunsuzluğu müəyyən edin. İblis artıq bənsiz də sizə rəhbərlik edənin var olduğunu dedi. Nəticədə qəhqəhələr içində yerin dibinə çəkilir. Bəli, bu doğru fikirdir. Baxın, yerin dibinə çəkilir. Bəzən suallarda düşür ki, göyə qalxır, bu yanlışdır. Arif nəfsinə uydu, nəticədə Xavəri boğaraq öldürdü. Doğru fikirdir. Erməni papazı İncil adı ilə silah-sursat keçirirdi. Nəticədə Elxan tərəfindən güllələndi. Doğru fikirdir. Rəna atasının qatilini tapana könlünü verəcəyini söz vermişdi. Nəticədə Vasifə artıq yeni dildarının Arif olduğunu deyir. Bu yanlış fikirdir. Çünki Vasifə yox, Arifə yeni dildarının Vasif olduğunu deyir. Yəni, bunların yerləri dəyişdirilməlidir. Cavabımız olur D bəndi. Elxan məhkəmə qurdu, nəticədə xainləri cəzasına çatdırdı. Doğru fikirdir. Həqiqət axtarışına çıxan, lakin nəfsinin qurbanına çevrilən obrazı müəyyən edin. Təbii ki, Arif. İblis bədii əsəri haqqında deyilmiş fikirlərdən səhv olanı seçin. Müharibələr əleyhinə yazılıb, real müharibə səhnələrinə yer verilməyib. Bunların ikisi də doğrudur. Müharibədə iştirak edən müxtəlif insanların taleyi timsalında müharibəyə münasibət ön plandadır. Doğru fikirdir. İblis rəmzi obrazdır. Bəli, belə deyək, rəmzi obrazdır. Nəyin rəmzidir? Şərliyin. Nəyin rəmzi hesab olunur? Şərin, pisliyin. Faciədə konflikt yalnız insanlarla rəmzi obraz olan iblis arasında baş verir. Xeyr, bu yanlış fikirdir. Orada bir cümlə var idi. Buradakı müharibələr ordular arasında yox, insanlar arasındadır. Yəni, insanların öz aralarında, öz mənəvi dünyalarındadır bu müharibə. İblis bədii əsəri haqqında deyilmiş fikirlərdən səhv olanları seçin. Haqq, ədalət axtarışları Arifi kamil insana çevirmir. Doğru fikirdir. 1918-ci ildə yazılmış Mənzum faciədir. Doğru fikirdir. Mənzum dedikdə, yəni şeirlə yazılıb. Dramaturq insan naqisliyini elə başlanğıcından, insanın nəfsə qul olmasından axtarır. Bəli. Əsərdə lirik ünsürdən istifadə olunubdur. Bəli, elə başdan ayağa lirik ünsürdən ibarətdir. Ədəb əsərində ilk növbədə müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmışdı. Doğru fikirdir. Burada səhv yoxdur. Cavabımız olur Y bəndi.